Salam, mən Daşqın Adgüzalov. Bugün sizə maliyyə hesabatlığı fənnindən maliyyə hesabatının harmonizasiyası mövzusunu izah etməyə çalışacağam. Mövzumuz 4 sualdan ibarətdir. Birinci sualımız maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılmasının zəruriliyi. İkinci sual konvergensiya prosesi. Üçüncü sual maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun transformasiyası. Dördüncü sual transformasiya yazılışları jurnalında qeydlərin strukturu. Birinci sualımız maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılmasının zəruriliyi. İqtisadi sferada beynəlxalq inteqrasiyanın rolunun güclənməsi ilə müşahidə olunan biznes inkişafı, müxtəlif ölkələrdə mənfəətin hesablanması, vergiyə cəlb olunma bazası, investisiya şərtləri, qazanılan vəsaitlərin kapitallaşdırılması və s. üzrə prinsiplərin və algoritmlərin formalaşmasının vahid və anlaşıqlı qaydada aparılması qarşısına müəyyən tələblər qoyur. İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılan mühasibat hesabatı bütün istifadəçilərin tələbatını maksimum ödəməlidir. Lakin uçot və hesabatın milli praktikası göstərir ki, maliyyə hesabatının beynəlxalq standartları və milli mühasibat uçotu standartları arasında oxşar cəhətlər çox olsa da, onların fərqli cəhətləri də müşahidə olunmaqdadır. Maliyyə hesabatlarının harmonizasiyası və standartlaşdırılması probleminin aktuallığı bir sıra obyektiv səbəblərdən irəli gəlir. Bunlar aşağıdakılardır. Birinci, iqtisadi inteqrasiya. İnteqrasiya müxtəlif təşkilati formalarda həyata keçirilə bilər. Məsələn, bəzi şirkətlər özlərinin biznesini digər bölmələrlə paralel şəkildə fəaliyyət göstərən ayrıca bölmə şəklində təşkil edir. Digər şirkətlər həm daxili, həm də xarici bazarlarda özlərinin fəaliyyətini muxtariyyət şəklində ayrıca istehsalat xətti vasitəsilə təşkil etməyə üstünlük verirlər. Bu halda istehsalat, təchizat, satış, maliyyə və uçot funksiyaları müxtəlif funksional istehsalat vahidlərinə inteqrasiya olunur. İkinci, beynəlxalq maliyyə bazarının inkişafı dedikdə, dünyanın müxtəlif ölkələrinin birjalarında qiymətli kağızların alqı-satqısı başa düşülür. Beynəlxalq kapital bazarının formalaşması, potensial investorlar maliyyə hesabatlarının şəffaf olmasını tələb edirlər. Belə ki, investor qoyduğu kapitaldan necə istifadə edildiyini izləmək imkanına malik olmalıdır. Dördüncü, transmilli korporasiyaların güclənməsi. Beşinci, beynəlxalq statistika, yəni milli iqtisadiyyatın beynəlxalq statistik məlumatlarla verilməsi müqayisə edilməlidir. Beləliklə, mühasibat uçotu və hesabatı modellərinin uyğunsuzluğu problemi nadir hadisə deyildir və buna Azərbaycanda da rast gəlinir. Hal-hazırda adı çəkilən problemin həllində iki cür yanaşma mövcuddur. Birinci, harmonizasiya, ikinci, standartlaşdırma. Bir çox hallarda bu terminlər bir sinonim kimi işlədilir. Bəzən isə onların əhəmiyyəti müxtəlif ola bilər. Məsələn, standartlaşdırma dedikdə, tətbiq üçün mümkün olan bir neçə alternativ prinsipdən və metoddan birinin seçilməsi başa düşülür. Harmonizasiya dedikdə isə, müxtəlif sistemləri qarşılıqlı sürətdə uyğunlaşdırmaq üçün razılığa gətirmək başa düşülür. İkinci sualımız, konvergensiya prosesi. Uçot prosedurlarının standartlaşdırılması ideyası uçotun unifikasiyası çərçivəsində reallaşır. Bu ideya maliyyə hesabatlarının beynəlxalq standartları komitəsi tərəfindən həyata keçirilməkdədir. Həmin ideyanın mahiyyəti bundan ibarətdir ki, istənilən ölkədə, istənilən situasiyada tətbiq olunan standartların unifikasiya edilən dəstinin hazırlanmasında milli standartların yaradılması zəruriyyətinə ehtiyac qalmır. Vahid standartların tətbiqinə gəldikdə isə bu qanunvericilik yolu ilə deyil, ölkələrin
peşə təşkilatlarının könüllü razılığı əsasında nail olmaq mümkündür. Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə komitə 2000-ci ildə harmonizasiya və standartlaşdırma məsələlərinin həllini qarşıya qoymuşdur. Bu prosesdə komitə uçot məsələlərin keyfiyyətcə yeni həllini nəzərdə tuturdu və alınan nəticə milli standartların unifikasiyası üçün əsas götürülməli idi. 2001-ci ildə maliyyə hesabatlarının beynəlxalq standartları üzrə komitə tərəfindən konvergensiya prosesini nəzərdə tutan yeni nizamnamə qüvvəyə mindi. Konvergensiya dedikdə, komitə və uçotu tənzimləyən milli orqanlarla birlikdə hesabatlarda daha effektiv və keyfiyyətli informasiyaların verilməsinin təmin edilməsi nəzərdə tutulur. Başqa sözlə, harmonizasiyadan fərqli olaraq konvergensiya maliyyə hesabatlarının beynəlxalq standartları üzrə komitənin və uçotu tənzimləyən milli orqanların daha dəqiq və effektiv qərarların tapılması və qəbulu üçün birgə fəaliyyəti başa düşülür. Konvergensiya prosesində gələcək addımlar müxtəlif ölkələrin milli uçot sistemlərinin səylərini birləşdirməyi və onlarla daha sıx əməkdaşlığı nəzərdə tutur. Prosesin başlıca vəzifələrinə aşağıdakılar aiddir. 1. Ölkələrin hökumətləri üzrə. Bunlara daxildir: şirkətlərin maliyyə hesabatlarının beynəlxalq standartlarına keçirilməsinin konkret müddətləri göstərilməklə konvergensiyanın rəsmi planının qəbulu. Konvergensiya yolunda meydana çıxan əngəllərin aradan götürülməsi. Tutaq ki, maliyyə hesabatları ilə vergi qanunvericiliyi arasında əlaqələrdə hər hansısa bir problem yaşanarsa. 2. Tənzimləyici orqanlar üzrə. Burada tənzimləyici orqanlar dedikdə Mərkəzi Bank, Qiymətli Kağızlar Komitəsi və s. nəzərdə tutulur. Bura daxildir: maliyyə hesabatlarının beynəlxalq standartları ilə əlaqəli şəkildə milli standartların konvergensiyasının irəliləməsi, maliyyə hesabatlarının beynəlxalq standartlarının tətbiqini təmin edən effektiv və həqiqi mexanizmin təşkili. 3. Standartların hazırlanması üzrə milli orqanlar. Buraya aiddir: konvergensiyanın həyata keçirilməsi strategiyasının və müddətlərinin qəbulu. Milli standartları maliyyə hesabatlarının beynəlxalq standartlarından fərqləndirən əsas cəhətlərin aradan qaldırılmasına hədəflənən proqramın hazırlanması. Maliyyə hesabatlarının beynəlxalq standartlarının hazırlanması prosesində fəal münasibət bəsləmək. 4. Mühasiblər, auditorlar üçün. Maliyyə hesabatlarının beynəlxalq standartlarının təlimi prosesinin təşkili. Konvergensiya planlarının tərtibi və qüvvəyə minməsi ilə bağlı standartların hazırlanması ilə məşğul olan hökumət və digər orqanlara köməklik göstərmək. Maliyyə hesabatlarının beynəlxalq standartları sisteminin inkişafı haqqında informasiyaların özünəməxsus şəkildə yayılmasının həqiqi sistemini təşkil etmək. Maliyyə hesabatlarının transformasiyası prosesinin təşkili müəssisələrdə mühasibat uçotunun aparılmasının struktur xüsusiyyətləri ilə müəyyənləşdirilir. Bunun üçün müəssisənin təsərrüfat maliyyə fəaliyyətinin uçotu proseslərində istifadə olunan jurnal orderlərin, işləmə cədvəllərinin, baş kitabın və icmal uçot registrlərinin vahid formaya gətirilməsi tələb olunur. Hesabatın transformasiyası üçün aşağıdakılardan istifadə edilir. İlk öncə, icmal transformasiya cədvəli. 2. Transformasiya mühasibat yazılışlarının məbləğlərinin əks etdirildiyi işçi cədvəllər. 3. Nizamlayıcı yazılışların sistemləşdirilməsi üçün zəruri sayılan transformasiya mühasib yazılışları jurnalları. Növbəti, uçot bölmələri üzrə xüsusi transformasiya cədvəlləri. Maliyyə hesabatları transformasiya olunduqda balans hesabatının
Eləcə də mənfəət və zərərlər haqqında hesabatın göstəriciləri yenidən hesablanmağa məruz qalır. Digər hesabat formaları isə onların əsasında formalaşır. İzahedici qeydlərdə təşkilatın qəbul etdiyi uçot siyasətinin xüsusiyyətləri və transformasiyanın üsulları göstərilir. Hesabatların transformasiyası üçün müəyyən ardıcıllığı gözləməklə aşağıda göstərilən hər bir addımın atılması zəruri hesab olunur. İlk öncə, maliyyə hesabatlarının beynəlxalq standartlarının maddələrinin tərkibini müəyyən etmək, maliyyə hesabatları formalarının transformasiya başlananadək təqdim olunmalıdır. Eyni zamanda, maliyyə hesabatlarının beynəlxalq standartları üzrə hesabatların formalaşması üçün uçot siyasəti də müəyyənləşdirilməlidir. Milli mühasibat hesabatlarının maddələrini açıqlamaq, hesablar üzrə qalıqların və dövriyyələrin açıqlanmasını həyata keçirmək, uçot bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün milli hesabatların təşkil olunduğu hesablar üzrə qalıqlara düzəlişlər aparmaq, beynəlxalq standartların maddələri üzrə qalıqları qruplaşdırmaq və onların əsasında hesabat formalarını doldurmaq, transformasiya haqqında informasiyaları sistemə salmaq. Yuxarıda qeyd olunan bütün əməliyyatlar icmal transformasiya cədvəllərinin köməyi ilə həyata keçirilir. İcmal transformasiya cədvəllərinin strukturunu aşağıdakı bloklar şəklində birləşdirmək olar. İlk öncə, mühasibat uçotu hesabları üzrə tərtib edilən dövriyyə saldo balansı. Növbəti, beynəlxalq standartların uçot bazaları əsasında hesablar üzrə tətbiq edilən qalıqlarını tənzimləmək. Növbəti, beynəlxalq hesabat maddələri üzrə qalıqlar. İcmal transformasiya cədvəli həm balansın, həm də mənfəət və zərərlər haqqında hesabatın maddələrini özündə birləşdirir. Transformasiya yazılışları jurnalları və xüsusi transformasiya cədvəlləri işçi cədvəllərlə əlaqələndirilməklə transformasiya prosesinin təşkilində, iş sahələrinin icraçılar arasında bölüşdürülməsində, habelə nəticələrin möhkəmləndirilməsində və transformasiya metodlarının tətbiqinin ardıcıllığının təmin edilməsində çox böyük rol oynayır. Transformasiya yazılışları jurnalı işçi cədvəllərinin yekunları əsasında nizamlayıcı jurnalların, yazılışların formalaşması üçün nəzərdə tutulmuşdur. Jurnalda debet və kredit üzrə hansı hesablarda transformasiya cədvəllərinin nizamlayıcı məbləğlərin əksinin tapılması göstərilməlidir. Transformasiya yazılışları jurnalında qeydlərin aşağıdakı strukturu mövcuddur. İlk öncə yazılışların nömrəsi qeyd olunmalıdır. Burada uçot bölmələrinin kodu və sıra nömrəsi əks olunur. Məsələn, torpaq tikili və avadanlıqlar 111 nömrəli hesabda öz əksini tapır. Yazılışların məzmunu. Bu rekvizit yazılışların qısa mahiyyətini əks etdirir. Əsas bölmədə isə burada beynəlxalq standartların maddələrinə istinad olunur. Bunun əsasında müvafiq nizamlama aparılır və qısa məzmun təsvir edilir. Üçün növbəti məbləğ. Elektron cədvəllər tətbiq edildikdə yazılışların məbləği, cədvəllər arası istinadların köməyi, müvafiq işçi cədvəllərinin yekununda avtomatik sürətdə həyata keçirilir. Növbəti, dəyişiklik. Bu rekvizitdən əsas tərkib hissələri üzrə yazılışların məbləğini açıqlamaq üçün istifadə olunur. Xüsusi transformasiya cədvəlləri icmal transformasiya cədvəllərinin formalarını təkrarlayır. Onlar özlüyündə müəyyən işçi cədvəllərinə və transformasiya yazılışları jurnallarına aid edilən icmal cədvəllərin bir hissəsini təcəssüm etdirir. Xüsusi transformasiya cədvəlləri hesabatın transformasiyası üzrə işləri bir neçə icraçı arasında bölüşdürməyə imkan verir. Daha konkret desək, hər bir icraçıya
uçotun bir yaxud bir neçə bölməsi təhkim olunur. Hər bir bölmə üzrə transformasiyanın aşağıdakı zəruri prosedurları həyata keçirilir. İlk öncə, ilkin uçot məlumatlarının xüsusi transformasiya cədvəlinə daxil edilməsi. Növbəti, işçi cədvəllərin tərtib olunması. Növbəti, transformasiya yazılışları jurnallarının doldurulması. Növbəti, işçi cədvəllərin və jurnalların məlumatları əsasında xüsusi transformasiya cədvəllərinin formalaşmasının başa çatdırılması. Beləliklə, maliyyə hesabatlarının harmonizasiyası müxtəlif ölkələrdə və təşkilatlarda tətbiq olunan mühasibat standartlarının bir-birinə uyğunlaşdırılması və eyni prinsipə əsaslanaraq hazırlanması prosesidir. Bu prosesin əsas məqsədi ondan ibarətdir ki, dünyanın istənilən yerində fəaliyyət göstərən müəssisənin maliyyə hesabatını, maliyyə məlumatını aydın, müqayisə edilə bilən və başa düşülən formada oxuya bilməsidir. Dünyada minlərlə müxtəlif şirkət, investor, bank və digər maraqlı tərəflər mövcuddur. Onlar bəzən bir neçə eyni ölkədə, eyni vaxtda işləyirlər. Əgər hər ölkədə maliyyə hesabatları fərqli şəkildə hazırlanarsa, bu zaman məlumatların müqayisə olunması və düzgün qərar verilməsi çətinləşir. Məhz bu səbəbdən maliyyə hesabatlarının harmonizasiyası qlobal iqtisadiyyat üçün vacib hesab olunur. Bu yanaşma sayəsində həm investorlar daha rahat qərar verir, həm də müəssisələr bir-birinin maliyyə vəziyyətini daha yaxşı analiz etmə imkanına malik olur. Maliyyə hesabatlarının harmonizasiyası yalnız texniki uyğunlaşma deyil, eyni zamanda iqtisadi və hüquqi düşüncə tərzlərinin də yaxşılaşdırılması deməkdir. Hər ölkənin öz qanunvericiliyi, vergi siyasəti və iqtisadi sistemi olduğu üçün standartların eyniləşdirilməsi asan proses deyil. Buna baxmayaraq, beynəlxalq səviyyədə tanınan qurumlar, xüsusilə Beynəlxalq Mühasibat Standartları Şurası bu prosesi idarə edir və beynəlxalq qaydaları formalaşdırır. Harmonizasiya prosesi müəssisələrə olduqca fayda gətirir. Çünki bir şirkət eyni maliyyə hesabatını istifadə edərək həm də yerli bazarda, eyni zamanda beynəlxalq aləmdə hesabatlılığı təmin edə bilir. Bu, əlavə hesabat tərtibatı üçün zaman və maliyyə itkisinin qarşısını alır. Eyni zamanda müəssisənin şəffaflığı artır və beynəlxalq tərəfdaşlara əlaqələr güclənir. Bu prosesin nəticəsində maliyyə hesabatlarında eyni anlayışlar, eyni terminlər və oxşar hesablama prinsipləri istifadə olunur. Beləliklə, məsələn, bir şirkətin gəlirləri və ya aktivləri dünyanın istənilən yerində eyni şəkildə başa düşülür. Bu da beynəlxalq investisiya axınlarını asanlaşdırır, bazarın inteqrasiyasını sürətləndirir və qlobal iqtisadi əməkdaşlığı gücləndirir. Hazırda bir çox ölkə, o cümlədən Azərbaycan, bu beynəlxalq prinsipləri öz qanunvericiliyinə daxil edir. Bu isə göstərir ki, maliyyə hesabatlarının harmonizasiyası artıq gələcəyin deyil, bugünün vacib reallığıdır. Maliyyə sahəsində çalışan mütəxəssislər, iqtisadçılar və qərar vericilər üçün bu proseslə ayaqlaşmaq və beynəlxalq standartlara uyğun işləmək daha mühüm bacarıq hesab olunur. Maliyyə hesabatlarının transformasiyası isə bir ölkənin və ya müəssisənin istifadə etdiyi maliyyə hesabatı formatının və ya uçot prinsiplərinin başqa bir mühasibat standartlarına uyğun şəkildə yenidən hazırlanması prosesidir. Bu dəyişiklik adətən beynəlxalq standartlara keçid zamanı, xüsusən də beynəlxalq maliyyə hesabatı standartlarına uyğunluq tələb olunduqda baş verir. Bu proses sadə bir çevirmə deyil. Transformasiya zamanı yalnız rəqəmlər dəyişdirilmir, həm də həmin rəqəmlərin mənası, əsaslandığı uçot prinsipləri və təqdimat forması dəyişir. Məsələn, bir müəssisə əvvəllər yerli standartlarla gəlir və xərcləri qeyd edirdisə,
İndi bu göstəriciləri beynəlxalq tələblərə uyğun hesablamaq məcburiyyətindədir. Bugünkü mövzumuz bu qədər. Sağ olun.